Salam, hər vaxtınız xeyir. Bu günləri çevrədən quiz izahına baxacağıq. Deməli, birinci sualımızdan başlayaq, baxaq. Birinci sualımızda bizə deyir ki, çevrə verilib. Deməli, bu olsun bizdə çevrə. Sonra çevrədə AB diametrdir. Özü verib AB çevrənin diametridir. Və bir dənə də radius çəkib. Aha. İndi bizə deyir ki, bax, bura A-dır, C-dir, B-dir. Bizə deyir ki, burada AC 140 dərəcədir. 140 dərəcə. Bilirik ki, çevrə 140 dərəcədirsə, AC 140 dərəcədirsə, 140-ın qonşusu təbii ki, 40 dərəcə olacaq. Çünki düz xətt açıq bucaqda 180-dir. İndi bizə deyir, BC qövsünün dərəcə ölçüsünü tap. Bu da mərkəzi bucaq olduğuna görə elə qövsün dərəcə ölçüsü ilə eyni olur. 40 dərəcə olar. Birinci sualımız oldu. A variantı. Gələk ikinci sualımıza baxaq. Şəklə əsasən ABC 130 dərəcə olarsa, AC major qövsünün dərəcə ölçüsünü tap. Burada da həmçinin deməli ikinci sualımızda bir dənə çevrə çəkək. Burada deməli bura 130 dərəcədirsə, biz bilirik ki, çevrənin divarına da söykənən bucaq daxili bucaqda, söykəndiyi qövsün yarısıdır. Deməli, burada 260 dərəcə olar. Bizə AC major qövsü soruşurdu. Major qövs ilə 260 dərəcə oldu C variantı. Gəlib üçüncü sualımıza baxaq. Yenə bizə üçüncü sualda o çevrənin mərkəzidir. Alfa plus beta bərabərdir 111 dərəcədir. Deməli, bir dənə çevrəmizi çəkək biz. Bir dənə daxili bucaq var bizdə. Bir də mərkəzi bucaq var. Bura mərkəzi bucaqdır. Deməli, bura mərkəzdir, O nöqtəsidir. Mərkəzi bucaqdır. Bu isə daxili bucaqdır. Daxili bucaq betadır, mərkəzi bucağa isə alfa qoyub. Bizə deyir alfa plus beta bərabərdir 111 dərəcə. Biz bilirik ki, beta alfanın yarısına bərabərdir. Yəni, bura betadırsa, əslində alfa 2 betaya bərabərdir. Alfa bərabərdir 2 betaya. Çünki daxilə sökənmiş bucaq mərkəzi bucağın yarısıdır. Onda alfanın yerinə 2 beta yazanda olur 3 dənə beta bərabərdir 111 dərəcə. Beta da bərabərdir 111-i 3-ə böləcəyik. Bu eləyəcək deməli 3 dəfə 37 dərəcə. Betanın dərəcə ölçüsünü soruşduğuna görə beta oldu elə 37 dərəcə. Cavabımız da oldu Y variantı. Gələk baxaq dördüncü sualımıza. Çevrə A və B nöqtələri ilə 2,7 nisbətində qövsləri ayrılmışdır. Major qövsü, minor qövsün, major qövs ilə minor qövsün dərəcə ölçüsünü tapın. Minor fərqini tapmalıyıq. Gələk baxaq dördüncü sualımıza. Deməli, 2K üstəgə 7K bərabərdir çevrə 360 dərəcə. K da 9K bərabərdir 360. K da bərabər olar. Deməli, 40 dərəcə. Bizə deyir, majorla minorun fərqini tap. Yəni, 7K çıx 2K, 5K-nı tap. K da 40 olduğuna görə 5-i 40-a vuranda 200 dərəcə eləyər. Cavab olar 200 dərəcə A variantı. Dördüncü sualımızın cavabı oldu A variantı. Beşinci sualda. Beşinci sualda deyir ki, bir dənə çevrə verib çevrəmizi səliqəli çəkək. Bizdə çevrədir. Sonra bizə verib çevrənin diametrin. Sonra bizə verib bir dənə YC vətəri. Bizə gətirib burada AC, CB. Bunlara uyğun indi baxaq. A-dır, Y-dir, C-dir, B-dir. Bu da çevrənin mərkəzidir, O nöqtəsidir. Bizə deyir ki, YCB 130 dərəcədir. YCB 130-dur. Bunun hamısı 130-dur. Biz bilirik ki, diametrə söykənən bucaq 90-dır. Bura 90-dır. Hamısı 130-dursa, burada düşdü 40 dərəcə. Bizdən ACY-ni soruşur. Bizdən bu C bucağını soruşur. Elə o da oldu 40 dərəcə D variantı. 6-cı suala baxaq.
6-cı sualda bizə deyir ki, AKB 200-dür. Aha, çox sadə bir sualdır. 6-cı sual. Deməli, çevrədir. Çevrəyə Y nöqtəsindən 2 dənə toxunan çəkib. 2 dənə toxunan çəkib. Bu X-dır. Bizə deyir ki, bu bucaq 200-dür, bu qövs 200-dür, yəni buradan bura qədər. Biz bilirik ki, tam çevrə 360-dır, bura 200-dürsə, təbii ki, bax, bu hissə, qalanlaşdırdığım hissə bərabər olar 160 dərəcəyə. Bunun da düsturu var, bilirik ki, X-ı tapanda 200-dən çıxırıq, 160-ı bölürük 2-yə, o da olacaq 160, 40, 40-ı da 2-yə böləndə deməli qalar 20 dərəcə. Cavab da olar B variantı. 6-cı sualda oldu B variantı. 7-ci sualda. CD 140-dır, B-yi 80-dir. Bu da həmin qayda ilə də çox rahat bir sualdır. Deməli, çevrədir. Hər hansı nöqtədən çevrəyə... Yox, biri kəssən, biri toxunandı. Biraz da səliqəli eləyək çevrəni. Deməli, çevrəni çəkdik. Çevrədən 2 dənə kəsən verdim. Bu bir kəsən. A nöqtəsindən 2 kəsən verib. Aha, bizə də soruşur X-ı. Bu X-ın dərəcə ölçüsü. Deməli, CD-ni verib 140 dərəcə. Bax, bu C-dən D-yə qədər. Qövsün ölçüsü bu hissə 140 dərəcədir. B-yə qövsünün ölçüsü 80 dərəcədir. Bizdə qayda var. X bərabərdir 140 çıx 80 bölünsün 2. 60 2-yə böləndə 30 dərəcə olar C variantı. Gələk 8-ci sualımıza baxaq. 8-də. AB çevrəyə toxunan AK kəsəndir. X-ı tapın. Deməli, BM 170-dir, BC 60-dır. Yenə X-ı tapanda, deməli, yenə eyni uşaqlar bu şəkil kimidir. Burada sadəcə kəsəndir, yenə dəxli yoxdur. Bizdə bu hissənin, deməli, KM qövsü neçədir verib bizə? 170 olacaq. 170 çıxılsın 60 bölünsün 2 qalır 170-dən 60 çıxanda deməli buranı neçə vermişdi? 170 verib, buranı isə BC qövsün isə 60 verib. 170-dən 60 çıxanda qalacaq 110. 110-u da 2-yə böləndə 55. Bəs sanırım, şəkli sadəcə çəkmədim. Bu da eyni bunu kimidir. Sadəcə biri toxunan idi. 55 də 8-ci sual olar D variantı. 9-cu suala baxaq. Şəklə əsasən AB toxunan BC vətəri və BC qövsü 100 dərəcədir. ABC-ni tap. Qövsün yarısına bərabər olar da 50 dərəcə. Deməli, bilirik ki, toxunanla vətər arasındakı bucaq ayırdığı qövsün yarısına bərabər olur. Deməli, biri toxunandı bizdə. Deməli, biri toxunandı, bu toxunandı. Bu isə bizdə vətərdir. Bu hissə də vətərdir. Bizə deyir ki, ABC-ni tap və BC qövsünün bura 100 dərəcədirsə, bu qövs 100 dərəcədirsə, 100 dərəcədirsə. Səliqəli yazaq. Aha, bax, bu qövsümüz bizdə 100 dərəcədirsə, onda bu alfa bərabər olur qövsün yarısına 50 dərəcəyə. Cavab da olar A variantı. 9-cu sualımızı bitirdik. 10-cu suala baxaq. AB və CD vətərləri kəsişir. Alfa bucağının dərəcə ölçüsünü tapaq. Çox sadə imiş. Deməli, gələk baxaq. Çevrəmizi çəkək.
Çevrənin içərisində iki vətəri kəsişdirək. Alfa bucağını bizdən soruşur. Deməli, bizdən bu alfa bucağı soruşur. Bizə deyir ki, A'dan D'yə 100'dür. Bura 100 dərəcədir. BC isə 40 dərəcədir. Bizdə alfanın qaydası var. Alfa bərabərdir. Fərqi 100 çıxılsın 40 bölünsün 2 30 dərəcə. Alfa 30 dərəcə olar. Cavab da olar 10-cu sualda C variantı. 11-ci suala baxaq. Aha, baxın uşaqlar. Bir dənə görüm, səhvə yol vermədim ki. 10-cu sualda. Deməli, AD qövsünün dərəcə ölçüsü 100'dür. A'dan D'yə kimi 100'dür. BC isə 40'dır. Toplayıb 2'yə bölürük uşaqlar. Burada toplayıb 2'yə bölərik. Bu da olar 70 dərəcə. 70 dərəcə oldu D variantı. Üzrlü sayın. Deməli, qarşı-qarşıya qövsləri toplayıb 2'yə bölürük də biz. Sonra gəldik, baxdıq. Deməli, 10-cu sualımıza qədər yazdıq. 11-ci suala baxaq. Bizə deyir ki, C'yə çevrənin diametri AB isə toxunandır. C'yə çevrənin diametridir. AB isə toxunanıdır. Çəkək. Çevrəni çəkdik. Biri diametrdən kəsəndir. Digər isə toxunandır. Burada 20 dərəcədir. Burası 20 dərəcədir. İndi bizə deyir ki, bucaq A 20 dərəcədir. A 20 dərəcədir. BC-ni tapın. Deməli, bura biz bilirik ki, mərkəzdən keçdiyinə görə, bax, buradan bura qədər olan hissə 180. Deməli, bura X-dır. X olsun. Bu hissəni. Buranı X götürək. Onda bu hissə olar 180 çıx X. Çünki toplayanda ikisi 180 eləsin deyə. O zaman bizdə qaydamız var ki, bu küncdəki bucağı tapanda üzbəüz qövslər çıxıb 2'yə bölərik. 180 çıxılsın X çıxılsın X bölünsün 2 bərabərdir 20'yə. 180 çıxılsın 2x bərabərdir 40'a. 2x bərabərdir 140'a. X da bərabər olar 70 dərəcəyə. Bizə deyir ki, BC-ni tapın. 180'dən də 70'i çıxanda 110 dərəcə olar. 110 dərəcə nə variantıdır? 11-ci sualda B variantı. 12-ci suala baxaq. Şəkli çəkdim. Deməli, bizdə deyir ki, KC qövsü 160 dərəcədir. Bu hissə olsun 160 dərəcə. Onda bilirik ki, bax, bu diametr, YC diametr olduğuna görə, yarım çevrə 180 dərəcə olduğuna görə KY-yə 20 dərəcə düşəcək. Buranı bilmiriksə, bir X-la BC qövsünü bir X-la qeyd eləyək. YC qövsünü isə bir Y-la qeyd eləyək. Sonra gələk, baxaq. Deməli, bilirik ki, bax, Y-dən C-yə qədər yarım çevrə olduğuna görə yarım çevrə 180'dir. Buradan səliqəli yazıram. X üstəgə Y bərabərdir 180 dərəcə. Sonra gəlib baxırıq. Bizim qaydamız var ki, deməli, bizdən bu alfanı soruşur. Alfanı soruşur. Bizim qaydamız var ki, böyük major qövsdən minor qövsü çıxıb, yəni BC-ni 2'yə böləndə 30 alınır. Yəni 2'yə bölməsək, onda 60 götürərik də. Yəni 120'nin üstə, 160'ın üstə 20 gələndə 180, üstə gəl Y, bu hissə major qövs çıxılsın X, bölünsün 2, bərabər 30'dursa, məsələn belə, bölünsün 2, bərabər 30'dursa, bu 2'ni buradan silib bunu 60 yaza bilərəm. Yəni, yerim çox getməsin deyə yazdım. Deməli, bunu neçə bərabərdə 60 dərəcə yazdım.
Buradan bunu deməli 180-ni də bu üzə keçirsək olacaq x üstə g y bərabərdir 180 dərəcə. Y çıxılsın x da bərabərdir 60 çıxılsın 180. Aşağı sırada 180-i sağa keçirdim. Deməli burada tərəf-tərəfə toplasaq x-lar gedəcək, 180-lər gedəcək. 2 dənə y bərabərdir 60. Y bərabər olar 30 dərəcə. Deməli, y-ə neçə dərəcə tapdıq? 30 dərəcə. Bizdən alfanı soruşur. Y 30-dursa, 30-un üstə neçə gələndə 180 eləyir? X 30-dursa, y oldu 150 dərəcə. Y-in cavabına tapmışıq 150 dərəcə. Bizdən bu alfanı soruşur. Qaydamız var ki, deməli, 2 vətər kəsişəndə üzbəyüz duran, bu rənglədim bilinsin, qövslər toplayıb 2-yə böləndə bu alfanı verir bizə. Onda alfa bərabər oldu 150 üstə g 20 bölünsün 2, elədi 170-i də 2-yə böləndə 85 dərəcə. Cavab da olar C variantı. 13-cü sualımıza baxaq. Şəkildə konsentrik çevrələr təsvir edilmişdir. Verilənlərə əsasən x qövsünün dərəcə ölçüsünü tapın. Deməli, gələk baxaq. 2 dənə konsentrik çevrə verilib bizdə. Biri belədir, biri isə baxaq görək birini necə qura bilərik. Biri isə belə olsun. Yenə yaxşı alınmadı. Tax ki, belədir, konsentrikdə olsun. 2 konsentrik çevrədir və bunun içində 2 dənə hər ikisini kəsən verilib. Kəsən verilib. İndi bizə deyir ki, bura 86 dərəcədir. Bura 86-dır. Bura 140-dır qövs. Bu birisi qövs 80-dir, 80-dir. Buna görə bax, bu balaca qövsü, bax, bu hissəni istəyir. Qırmızı ilə göstərsək, bax, bunu istəyir bizdən. Deyir ki, x qövsünün dərəcə ölçüsünü tap. Gələk, bax, bu alfanı biz tapaq. Bizim qaydamız var ki, alfa bərabərdir. Deməli, üzbəyüz qövsləri çıxıb 2-yə bölürük. 140 çıxılsın 80 bölünsün 2. 140-dan 80 çıxanda qalacaq deməli 60. 60-ı 2-yə böləndə 30. Deməli, bizim bu alfamız 30 dərəcədir. Bax, bura 30 dərəcədir. Yenə böyük çevrədə də həmin qayda ilə 86-dan çıxıb x-i 2-yə böləndə yenə 30-a bərabər olmalıdır. Buradan çarpa həll eləsək 86 çıxılsın x bərabərdir 60, x bərabər olar 26-ya. Gələk baxaq 14-cü sualımıza. 14-cü sualda bizə deyir ki, deməli, görək 14-cü sualımız hardadır? ABC dördbucağının təpə nöqtələrindən çevrə üzərindədir. X çıxır. Çox sadə bir sualdır. Dördbucağının xaricinə və daxilinə çəkilmiş 2 dənə qayda var idi. Xaricinə çəkiləndə dördbucaqlı üzbəyüz tərəflərin cəmi bərabər olurdu. Daxilinə çəkiləndə isə üzbəyüz bucaqların, qarşı-qarşıya duran bucaqların cəmi 180 dərəcəyə bərabər olurdu. Bunun içində ixtiyari bir dördbucaqlıdır çevrənin içərisində. Bir də bizə verib bunun qarşı bucaqları. Bucağımızın biri 85-dirsə, 85 ilə üzbəyüz duran y-dir. Buraya bu bucağımız 70-dir. 70 ilə üzbəyüz duran x-dir. Qarşı-qarşıya duran bucaqların cəmi 180-dir deyə x bərabərdir 110-a, y də bərabərdir 95-ə. İndi bizə deyir ki, x çıx y-i tap. 110-dan 95-in çıxanda, deməli, qalar neçə? 25. Neçə dərəcə oldu? 25 dərəcə oldu. 25 dərəcə. Deməli, bircə dəqiqə x-la 70 görün mexaniki səhvə yol verməmişəm ki. 25 yox, deməli, neçə dərəcə olar onda? 15. Burada çıxmadı. Çıxmadı, səhvə verdik. Neçə dərəcə olar? 15 dərəcə.
15 dərəcə. Cavabımız da oldu nə variantı? Y variantı 14-cü sualda. Sonra gələk 15-ci sualımıza baxaq. Çevrənin ən böyük vətərin uzunluğu 16-dır. Ən böyük vətər diametri olduğuna görə D bərabərdir 16-dır. Onda radius bərabərdir 8-dir. Çevrənin uzunluğu 2πr və yaxud elə πd ilə də yaza bilərdik. 2πr bərabərdir 2 vurulsun pi vurulsun 8. O da elədir 16π. Cavab da oldu Y variantı. 16-cı. Radiusu 10 olan çevrədə 36 dərəcəli mərkəzi bucağa uyğun qövsün uzunluğu C bərabərdir 2πr vurulsun alfa bölü 360 ilə hesablayaq. 2 vurulsun pi vurulsun r neçədir? 10 vurulsun 36 bölünsün 360. Bir dəfə, 10 dəfə, ondan da 17 qaldı 2π. 2π nə variantıdır? C variantı 16-cı sualımız. Gəldik, baxdıq 16-cı sualdan sonra 17-ci sualımıza. AB və CD qövsləri konqruent olduğunu bilərək x-i tapın. Qövslər konqruentdirsə, onlara söykənən vətərlər də bərabərdir. 17-ci sualda, yəni 3x üstəgə 4 bərabərdir 37-yə, 3x bərabərdir 33-ə, x bərabərdir 11-ə. Cavab B variantı oldu. 18-ci suala baxaq, 18-ə. O çevrənin mərkəzi olarsa, perpendikulyar olanda bilirik ki, yarı bölür vətəri, radius vətərə perpendikulyardırsa, deməli, bu vətərdir, bu isə radiusdur. Deməli, indi bizə deyir ki, bura 90 dərəcədir. 90 dərəcədirsə, deməli, yarıya böləcək. İndi bizə deyir, OT 5'dir. OT bu hissədir, bura 5'dir. TK 8'dir. Burada 8'dir. Onda belə çıxır ki, 5 ilə 8, 13. Onda bunu uzatsaq, bu hissə də 13'ə bərabər olacaq. Bunların da ikisinə x qoyuruq. Çünki dedim ki, vətərlə radius perpendikulyar olarsa, yarıya bölür. AB vətərin uzunluğu. Çevrədə qaydamız var ki, iki vətər kəsişəndə üzbəüz hissələrin hasili bir-birinə bərabərdir. Deməli, 8 vurulsun, bu hissənin də uzunluğu 18 olur. Buradan da yaz, x-in kvadratı bərabərdir. Deməli, 8-i 4 vur 2, 18-i 2 vur 9 yazsaq, x bərabərdir 4-dən kök 2, bundan bir dənə 2, bundan da 3, o da eləyər 12'ye, x bərabər olur 12'ye. Bizə AB vətərinin uzunluğu 12 ilə 12 oldu. Başdan başadır da AB vətəri budur. A-dan B-yə qədər. 12 bu x-dir, 12 bu x. Deməli, uzunluğu 24 olar. A variantı. 18-ci sualda bitirdik. Cavabı oldu A variantı. Gələk 19-cu sualımıza baxaq. Deməli, 19-cu sualımıza baxaq. Deyir ki, AB və CD vətərləri K nöqtəsində kəsişir. DK 4, CK 5'dir, AK 2'dir, KB-yə də x yazdıq. Çox sadə. Deməli, adi çəkim özüm çevrəni. Yenə iki vətər kəsişəndə üzbəüz yerlərin hasili bərabər olur. Deməli, DK-nı buranı 4 verib, CK-nı 5 verib, AK-nı 2, KB-ni bizdən soruşur. Burada bir x yazaq 19-cu sualımıza. Üzbəüz yerlərin hasili 2 vurulsun x bərabərdir 5 vurulsun 4. X da bərabər olur 10'a. Bu Y variantı. 19-20-ci suala baxaq. Xaricdən toxunan iki çevrə AB, AE və AC toxunanları çəkilmişdir. 2 dənə çevrədir, 2 dənə çevrə çəkək. Yaxşı olmadı, deməli. 2 dənə çevrədir. Buradan da buna toxunanlar çəkilib 3 dənə. Bilirik ki, toxunma nöqtəsindən verilmiş nöqtədən çevrəyə qədər məsafələr bərabərdir. Bunu qeyd elədim. İndi deyir ki, çəkilmişdir. AB 3x plus 5.
Bu hissə B buradadır. 3x plus 5'dir. AC x plus 21'dir. X üstə G 21'dir. AY toxunanın uzunluğunu tapın. Bunların ikisini bir-birinə bərabər götürək. X-i tapaq. 3x üstə G 5 bərabərdir. X üstə G 21. 2x bərabərdir 16. 21-dən 5 çıxsaq, x da bərabərdir 8-ə. 8-in üstə 21 gələndə 29. Və yaxud da 8-i 2 vurub 24 üstünə 5 gələndə 29. Deməli, elə bu vətərdə AY-də 29-a bərabərdir. 20-ci sualımız oldu D variantı. 21-ci suala baxaq. Şəklə əsasən AC 10-dur. 2 kəsənin xassəsindən istifadə eləyək. Çevrədir. Nöqtədən buna 2 dənə kəsən verib. İndi bizə deyir ki, AC 10-dur. Yəni, bura A-dır, bu C-dir. Başdan başa 10-dur. AC 10-dur. Yəni, bir belə yerin uzunluğu 10-dur. Sonra deyir, AB 4-dür. Bura 4-dürsə, onda təbii ki, bura 6 qaldı. AD 5-dir. 5-dir. D-yə də bir dənə x-la götürək. Bizim qaydamız var. 4 vurulsun 4 plus 6 hamısı da, yəni 4 vurulsun 10 bərabərdir. 5 vurulsun 5 üstə gəl x. Bir dəfə, 2 dəfə 8, deməli x 3-ymüş ki, 3-ün üstə 5 gələndə 8 olsun. D yeni tap, o da 3 olduğuna görə C variantı. Deməli, 21-ci sualımız oldu C variantı. 22-ci sualımıza gələk baxaq. AB bir-birinə xaricdən toxunan, deməli 22-ci sualımız. AB bir-birinə xaricdən toxunan O və mərkəzdəki ortaq nöqtəsidir. Ortaq toxunanıdır. Çəkək şəkli. 2 dənə çevrədir. AB buradan bura. Bunların ortaq toxunanıdır. Bunun radiusudur, bu bunun radiusudur. Deməli, bura 4-dür, bura 9-dur, 4-dür, 9-dur. Olarsa AB parçasının uzunluğunu tapın. Deməli, uşaqlar, onda baxaq görək, buradan bir dənə də çəksək, bura 4 olacaq, bura 5 olacaq. Görək, başqa necə tapa bilərik? BM 9-dur. Xaricdən toxunan, ortaq toxunandır. Aha. 4-dür, 9-dur. İndi bizə deyir ki, AB parçasının uzunluğunu tapın. Bura 4-dür, bura 5-dir, 5-dir, 9-dur. Buradan bura 4-dürsə, təbii ki, burada, bu hissədə 4-dür. Çünki bu da radiusdur, bu da 4 olacaq. Buradan bura 9-dursa, bu da 9 olacaq. 4 ilə 9, 13 eləyir. 4 ilə 9, 13-dür. Burada bir balaca düzbucaqlı üçbucaq var. Hipotenuzu 4 ilə 9, 13-dür. Katetin biri 5-dir. Pifagor ədədlərinə görə, onda bu da 12-dir. Bizdən elə AB-ni soruşur. AB də bərabər olar 12-yə. 12 də oldu A variantı. 22 oldu A variantı. Gəlib 23-cü sualımıza baxaq. 23-ə baxırıq. Deyir ki, diametri 20 cm olan çevrənin mərkəzindən vətərə qədər məsafə 5 sm olarsa, diametri 20 cm olan çevrənin mərkəzindən vətərə qədər məsafə, vətərin uzunluğunu tapın. Bu vətərdir. Buradan bura qədər məsafə 5-dir. Bu hissə 5-dir. Diametri 20-dirsə, radiusumuz 10-dur. Bu radius 10-dur. 10. Vətərin uzunluğunu tapın. Görək, vətərin uzunluğunu necə taparıq. Deməli, buradan bura bir dənə xətt çəksək, bu da 10-dur. 10 burada, 5 burada, bura bir x qoyaq. X-in kvadratı üstə 5-in kvadratı bərabər 10-un kvadratı.
X-in kvadratı bərabərdir 100 çıxılsın 25, X-in kvadratı bərabərdir 75, X bərabərdir 5 kök 3, 25 vur 3 kimi yazsaq. Ancaq buradan bura həm də yenə X-dır, onda eləyər obşu vətərin uzunluğu buradan bura 2X olduğuna görə 10 kök 3. Cavab da 23D variantı olar. Gələk 24-cü çalışmaya baxaq. 24. Aha, 24-də yenə çevrəmizi çəkək. 24. Deməli, bir dənə deməli bizdə diametrdir. CD vətərdir. Buradan bir A nöqtəsi olsa, buradan da belə bir dənə bucaq verilib. Bizdən də bu hissəni soruşur. Gələk baxaq. Burada O nöqtəsidir. Şəklə əsasən AB çevrənin diametridir. DKB, deməli DKB 20 dərəcə. Aha, buranı 20 dərəcə özü verib. Deməli, bu D-dir, bu K-dır, bu da B-dir. Aha. Sonra deyir ki, CD qövsünün dərəcə ölçüsünü tapın. CD qövsünün. Buranı soruşur bizdən, tapaq. Deməli, bura 20 dərəcədirsə, onda bu hissə 40 dərəcədir. 40 dərəcədir. Buradan burada yarım çevrə olduğuna görə, 180 olduğuna görə, buradan burada 140 dərəcədir. Bu hissədə 140 dərəcədir. İndi gələk baxaq görək, başqa nə edə bilərik biz burada. Baxaq görək, başqa bizə nəsə verilmi? CD qövsünün dərəcə ölçüsünü soruşur. Hə, buna paraleldirsə uşaqlar, onda burada 40 olar da. Bu xəttə vətər, CD vətəri AB diametrinə paraleldirsə, arasındakı vətərlər eyni olar da 40-40. Onda bura neçə dərəcə olar? 100 dərəcə. Cavab da oldu Y variantı. Deməli, 24-cü sualda cavabımız oldu 24-də E variantı. Sonra gələk 25-ci suala baxaq. 25-ə. Bizə deyir ki, şəklə əsasən AB toxunan AD kəsəndir. Çevrəmizi çəkək. Toxunandır, bir dənəsi də kəsəndir. Kəsəndir. A-dan C-yə 3-dür. Bu hissə 3-dür. A-dan C-yə bu hissəmiz 3-dür. CD 9-dur. Bu hissə 9-dur. AB-nin soruşur. Bizim qaydamız var ki, toxunanın kvadratı bərabərdir. 3 sıfır olsun. Başdan başa. Yəni AD. 3-ün üstə 9 gələndə 12. 36 X da bərabər imiş 6-ya. Cavab da oldu D variantı 25-də. 26-cı suala baxaq. Hə, 26 çapda düşməyib, 27-ci suala baxaq. 27. ABCD dörd bucaqlısından daxilinə çevrə çəkilmişdir. 4 bucaqlı götürək. İxtiyari. Ya da çəkək 4 bucaqlı. İxtiyari 4 bucaqlıdır. Daxilinə də bir dənə çevrə çəkilir. Daxilinə çəkilmiş çevrənin qaydası nə idi? Üzbəyüz tərəflərin cəmi bərabər olur. AB 4-dür. AB baş hissədir. Bura A-dan B-yə. Bura hissə 4-dür. CD 6-dır. CD. Bu hissə deməli 6-dır. 4 bucaqlının perimetri 4 ilə 6 10-dursa, deməli bu X-la da Y-in cəmi 10 olacaq. Onda P bərabər olur. 10 üstə gəlir 10, 20-yə. Və salam, cavab oldu B variantı 27. 28-ci suala baxaq, sonuncu. 28-ci suala. Kəsişən iki vətərdən biri 3 cm və 18 cm-lik hissələrə, o biri isə 2 bölünsün 3 nisbətindədir. Kəsişən iki vətər çevrədə. Deməli, iki vətər
Deməli 2 vətər kəsişir. Biri 3 və 18-dir. Biri 3 və 18-dir. O birisi 2 bölü 3 nisbətində 2K-dır, 3K-dır. Olur 2K vurulsun 3K bərabərdir 3 vurulsun 18. Bu 3'ləri buradan ixtisar eləyək. 1 dəfə 18 9 dəfə. K-nın kvadratı bərabərdir 9, K bərabərdir 3-ə. Bizə deyir kiçik vətərin uzunluğunu tap. 2 dəfə 3 6 bu hissəymiş. 3 dəfə 3 də 9 da bu hissəymiş. 18 ilə 3-ün 21-dir vətər. 6 ilə 9 15. Deməli kiçik vətər elə 15 olanıymış. 28-ci sualın da cavabı oldu C variantı. 28 oldu C variantı. Günlük bu qədər.